Tarixin qaranlıq səhifələrində bir sir gizlənir. Güzgü. Güzgü sadəcə bir şüşədir, yoxsa heç bilmədiyimiz aləmlərə açılan qapı? Qədim zamanlardan indiyənə qədər ölü olan otaqdakı güzgülərin üzəri niyə örtülür? Bugün hər birimiz öz ikinci mənimizlə üz-üzəyik. Gəlin bütün bu sirrə birlikdə baxaq. İnsan ilk dəfə suda üzünü gördüyündə sadəcə simasını görməmişdi. Orada ikinci bir varlıq var idi. O varlıq tərpənirdi, baxırdı, səni təkrar edirdi. Amma sən deyildin. O an şuurunda bədənim var, özümə baxıram anlayışı yaranmışdı. Amma ən qorxulusu, məndən başqa bir mən var hissinin yaranmağı idi. Güzgü, insanın Tanrıdan əvvəl kəşf etdiyi ilk metafizik obyekt oldu. Təkcə bir əşya deyildi. O bir keçid qapısı, bir pərdə, iki dünya arasındakı nazik bir yarıq idi. İnsan güzgüyə baxanda sadəcə üzünü görmürdü, özünə baxan birini görürdü. Bəzi tayfalarda uşaqlara güzgü göstərilmir, xəstələr güzgüdən uzaq tutulurdu. Ölüm olduğunda güzgülər örtülürdü. Çünki inanırdılar ki, ruh bədəni tərk etdiyində qarşısında güzgü varsa yolunu itirə bilər. Sonra insanlar adi güzgü ilə kifayətlənmədilər. Qaranlıq güzgülər icad etdilər. Qara daş, obsidian, tüstü ilə qaraldılmış metal, bəzən içi qaraldılmış su ilə dolu qab. Bu güzgülər insanı aydın göstərmirdi. Əksinə, boşluğu göstərdi. Beyin o boşluğu doldurmaq üçün kölgələr, simvollar, üzlər yaratmaq başlayırdı. Güzgü hər kəsə verilmirdi. Onlar şamanlara, rahiblərə, sehirbazlara məxsus idi. Çünki şuur zəif olanda o kölgələr gerçək kimi görünürdü. İçində inanırdılar ki, güzgü nəyə əks etdirirsə onu 2 qat edir. Pulun qarşısına qoysan bolluq artar, xəstənin qarşısına qoysan xəstəlik güclənər. Qədim Misirdə, Babil məbədlərində, Tibet dağlarında insanlar güzgünün qarşısında niyyət edirdi. Pul, qorunma, sevgi, qisas və s. Çünki söz və niyyət güzgüdə 2 qat olur. Şuur onu formaya salırdı. Bəzi rituallarda şamanlar, rahiblər güzgünün arxasına insanın adını, saç stilini, şəklini qoyub enerji yükləyirdi. Qırılmış güzgü qorxulu idi. Şuur zəifləyir, sərhədlər açılır, kölgələr gerçək kimi görünürdü. Güzgü sadəcə göstərmir. O, sənin kim olduğunu, nə olduğunu səndən soruşur. Və bəlkə də min illər əvvəl suda gördüyün ikinci varlıq hələ də səni izləyir. İnsan uzun-uzun qaranlıq güzgüyə baxdığında bir an səssizlik yaranır. Səs yox, hərəkət yox, sadəcə boşluq. Amma beynin içində bir şey tərpənir, kölgələr yaranır. Bəzən tanış olmayan üzlər görünür. Bəzən üzlər tanışdır, amma qəribə hərəkət edir. Qədim insanlar buna ruh deyirdi. Onlar bilirdilər ki, güzgü ancaq əks deyil. O, şuurun özünü göstərdiyi qapıdır. O qapıdan keçmək isə cəsarət istəyirdi. Ancaq şamanlar, rahiblər onları idarə edə biləcək qədər təcrübəli idi. Onlar bilirdi, güzgüyə baxmaq həm bilik, həm də təhlükədir. Bəzi güzgülər ancaq vaxtı gəldiyində işlədilirdi. Ay və şam işığında, gecənin xüsusi vaxtlarında. Çünki o vaxtlar sərhədlər açıq olur. Şuur özünü daha aydın göstərirdi. Yanlış vaxtlarda baxmaq isə ruhu çaşdıra bilərdi. İnsan baxdıqca səhnələr canlanırdı. Keçmişdən gələn xatirələr, gələcək qorxuları və arzular hamısı güzgüdə dalğalanırdı. Amma əslində dalğalanan güzgü yox, insanın öz içi idi. Qədimdə güzgü qarşısında rituallar tək baxmaq üçün deyildi. Onlar içində nəyin oyanacağını görmək üçün edilirdi. Hər niyyət, söz və düşüncə güzgüyə yazılırdı. Güzgü isə bunu geri qaytarır, sanki şuurla danışırdı. Güzgü ilə ay birlikdə təsadüfən seçilmirdi. Üzün sərhədlərini silir. Beyin sərhədlər itdiyində boşluqları özü doldurur. Qaranlıq güzgü isə bu prosesi daha da sürətləndirir. Qədim rituallarda insan güzgünü aya tutub, sonra diqqətlicə ona baxırdı. Məqsəd kənardan nəsə görmək, ruh çağırmaq, ondan bilgi almaq idi.
Amma baxış güzgüyə yönələndə beynin içində səhnələr oyanırdı və bu güzgüdə əks olunurdu. Buna görə də bəziləri güzgülərdə üzlər görür, bəziləri simvollar görürdü. Bəziləri də gələcəkdən gələn görüntü olaraq düşünürdü. Bu görüntülər isə beynin öz arxivindən gəlir. Beynimiz daima ehtimallar qurur, gələcək ssenariləri yaradır. Qorxuları, arzuları, itirdiklərini, ola biləcəklər şuurun alt qatında qalır. Amma güzgü qarşısında, qaranlıqda və ya ay işığında beyin filtri itirir. Şuur altında qalanlar isə üzə çıxır. Sehrbazların güzgünü seçməyinin səbəbi də elə bu idi. Onlar ruh çağırmırdı. Onlar insanın beynindəki qorxunu, arzunu, günahı çağırırdı. Güzgünün arxasında ad, saat, şəkil qoymaq sadəcə simvolik deyildi. Bu, diqqəti ona fokuslamaq üçün idi. Beyin həmən insanı düşünməyə məcbur olurdu və düşündüyünü görməyə başlayırdı. Bu mexanizm bugün də dəyişməyib. İnsan nə qədər çox güzgüyə baxsa, bir o qədər də öz içini görər. Bəzən bunu ruh, bəzən taley, bəzən lənət olaraq başa düşər. Amma həmişə eyni şey baş verir. Beyin öz yaratdıqlarını sənə göstərir. Qədim insanlar bunu bilmirdi. Buna görə də onlar gördüklərinə ruh, cin, tanrı, kölgə kimi adlar verirdi. Amma əslində gördükləri şey isə öz şuurunun pərdə arxası idi. Ona görə güzgü qorxulu oldu, qırılması təhlükə sayıldı. Ona gecə baxmaq qadağan edildi, uşaqlardan gizlədildi. Çünki insanlar öz içlərini görməyə hazır deyildi. Gördüklərinin də öz içi olduğunu bilmirdilər. Güzgü heç vaxt başqa aləmə açılan bir qapı olmadı. O insanın öz daxilinə açılan qapı idi. Və bəlkə də buna görə də insan min illərdir güzgüdən qaçır. Çünki güzgüdə gördüyü şey başqa biri deyil, özüdür. Bu video bu qədər. Kanala abunə olub, bildirişləri açmağı unutmayın. Hələlik.